mütləq hər biriniz öz konstitusiyon hüququnuzdan istifadə edib bu seçkilərdə fəal iştirak eləməyiniz çox vacibdir. Sizlərə görə də, elə dövlətimizə görə də. Siz gəlin bu prosesdə fəal iştirak edin, səs verin. Əgər məni layiqli bilərsinizsə, təbii ki, mənə səs versəz, mənim üçün çox böyük bir etimad olar, böyük bir şərəf olar. Mən də çalışaram ki, sizləri layiqincə Milli Məclisdə təmsil edeyim. Amma yenə də bilirsiniz ki, seçkilər demokratikdir, şəffafdır. Mən ən vacib saydığım odur ki, sizlər iştirak edəsiniz, layiqli bildiyiniz, yaxşı bildiyiniz, layiqli saydığınıza səs verəsiniz. Mən 2005-ci ildə deputat seçiləndə, mən də görüşlərdə təbii ki, heç vaxt yalan danışmamışam və bu yalanlardan tamamilə uzağam. Çünki təbiətən xasiyyətim belədir və belə tərbiyə görmüşəm. Yalan mənlik deyil. Mən bir söz demişəm və hər zaman bu sözümün üstündə dururam. Mən deputat səlahiyyətləri çərçivəsində gücüm, bacarığım nəyə çatacaqsa, hər zaman sizin yanınızdayım. Mən artıq 5 ildir Milli Məclisin deputatıyam. Bugün də hələ ki səlahiyyətlərim bitməyib, Milli Məclisin deputatı olaraq fəaliyyət göstərirəm. Və bu sahədə, qanunvericilik sahəsində kifayət qədər fəaliyyətim var. Minlərlə insanlarla görüşlərdə olmuşam. Minlərlə insanları qəbul eləmişəm və onların problemləri ilə tanışam. Və bilirəm ki, ümumiyyətlə Bakı şəhərində, xüsusilə də Yasamal rayonunda artıq kifayət qədər görüşlər keçirmişik, insanlarımızı narahat edən məsələlər nədir? Və ona görə də çalışmışam ki, bu problemlərin çoxunda həllində fəal iştirak edeyim. Mənim 2 təhsilim var, tibb təhsilidir, sonra da hüquqi təhsilim var. Amma Allah Teala elə qismət edib ki, böyük peşəkar idmanla məşğul olmuşam. Avropa dünya çempionu olmuşam. Kifayət qədər yeniyetmə, gənclərin sağlam ruhda, sağlam vətənlərini sevmək ruhunda tərbiyələrində fəal iştirak eləmişəm. Bir Azərbaycan vətəndaşı kimi ən azı heç Milli Məclisin fəaliyyətini kənar qoyuram. Ən aşağısı bir vətəndaş kimi Azərbaycan xalqına, Azərbaycan dövlətinə həmişə xidmət eləmişəm. Azərbaycan bayrağını qaldırmışam, onun himnini səsləndirmişəm və hər zaman da bununla qürur duyuram. Təbii ki, mənə dəstək olanlara hər zaman dəstəyəm. Hətta mənə dəstək olmayıb, səs verməyənlərə də çalışacağım ki, onlara biraz da daha diqqətli olaq, həssas olaq. Onların problemlərində biraz da fəal olaq ki, onlar o itirdikləri inamları, o inamı biz qaytara bilək. Hər zaman sizin xidmətinizdəyəm, hər zaman sizin qulluğunuzdayam. Gücüm nəyə çatırsa, o proseslərdə sizlə çiyin-çiyinəyəm. Hətta gücüm çatmayan bir proseslərdə ən aşağısı bir evlad kimi, bir qardaş kimi, bir dost kimi sizə mənəvi dayanır.